sizə o vaxtda sual ünvanlanmışdı. Deyilirdi ki, sualda İmam Nəvəvi İbn Həzərin əqidəsində də müəyyən problemlər var. Bəs niyə ona bidətçi demirsiniz? Siz də cavabında demirsiniz ki, onların ad və sifətlərdə problemi olsa da əsas hakimiyyətdə problemlər olmayıb. Sonda bu sual verir ki, yəni hakimiyyə tövhiddən daha önəmlidir. Yox, bunu ifratdan sayılır. Yox, mən demədim hakimiyyədə. Mən dedim hakimiyyədə və başqa məsələlərdə onların problemləri olmayıb və ona görə sələf onları dəlilə kömək kimi onların fikirlərini gətirirlər. Bəli, onların isim və sifətlərində olub nəsə. Bəli, lakin biz qabartmırıq da necə həddadilər bunu eləyir. Həddadilər onları təbdil eləyir. Biz həddadi deyilik axı. Biz həddadiliyin əleyhinəyik. Biz bilirik ki, onlar alim olublar, amma o demək səhvlərini bilirik. Lakin onlar hakimiyyə məsələlərində, təkfir, başqa məsələlərdə, nə ki bu məsələlərdə? Sadəcə misal çəkdim onu. Misal çəkdim, bəli. Şimdi son olaraq bu mövzu haqqında belə bir sual vermək istəyirik ki, indiki vəziyyətdə, yəni ətrafda hakimi ləkələmək istəyən, ona qarşı çıxmağı, icazələri görməyə dəvət edən insanların çoxaldığı halda, sizin də hakim ətrafında olmaq, onun üçün dua eləmək, hakimə qarşı çıxmağın qadağan olması dəlillərini zikr etdiyiniz vaxtda bu kimi videolar düzəldib, ictimaiyyətə təqdim eləməkdə məqsəd nədir? Məqsəd göstərir ki, onların necə olmasa da müşkül məsələləri olmaqları da onların. Hər halda onlarda nəsə var. Çünki hakimə qarşı olanlar cürbəcürdür. Ən pisləri də qadədir. Qadə özlərini bildirmirlər. Oturaq. Onlar danışırlar belə bu tərəfdən deyirlər. Amma özlərini deyəndə deyir, yox, olmaz və s. Onlar ən pis növüdür xavariclərin. Onlar sadəcə gizlədirlər özlərin, əks tərəfi təni edirlər, gör ki, ifrata varıblar. Bəli.